Gürcüstan Azərbaycanlılarının məlumat platforması icma olaraq bugün Gürcüstanın, Borçalının, ümumiyyətlə Türk dünyasının dəyərli ustadı Aşıq Kamandarın ev muzeyində qonaq olacağıq. Hal-hazırda Marneoli rayonunun Kəpənəkçi kəndindəyik. Birazdan sizinlə birlikdə dəyərli ustadın ev muzeyi ilə sizi tanış edəcəyik. İcmamıza dəyərli ustad haqqında bu reportajda geniş məlumat verəcəyik. Təbii ki, İlk öncə başlayaq oradan. Bu muzey necə yarandı? Bu muzeyin yaranmasına səbəbkar olan insanlar kim idi və nəyə görə bu muzeyin yaranması bizim üçün məcburi idi və dəyərli idi. Və ona görə də Gürcüstan parlamentinin keçmiş deputatı Ruslan Hacıyevlə, o şəxslə bu muzey uğrunda uzun müddət mübarizə aparan və bugün muzeyin ərsəyə gəlməsində böyük əməyi olan şəxslə elə ilk addımlara başlayaq. Ruslan bəy, sizi salamlayıram. Çox xoşdur sizi bugün burada görmək və eyni zamanda çox dəyərli bir insanın adı ilə danışmaq, onun xatirəsini yaşadan insan kimi sizi salamlamaq və bizim icmamıza, gələcəyə böyük bir töhfə vermək, böyük bir sizin üçün təbii ki, həm uğurdur, həm də bir şərəfdir. Başlayaq buradan. Başa düşürük təbii ki, daha çox millət vəkilləri siyasi, sosial məsələlərlə daha çox məşğuldular və sizi fərqli edən odur ki, eyni zamanda mədəniyyətimizə xüsusən saza olan böyük bir sevginiz, dəyəriniz açıq şəkildə hiss olunur və yəqin ki, elə bu ideya da məhz buradan gəldi ki, sadəcə siyasi məsələlərlə deyil, eyni zamanda icmamıza mədəni tərəfdən də töhfə vermək lazımdır. Və başlayaq oradan. Bu muzey ideyası yaratmaq və dəyərli bir ustadın adını yaşatmaq sizdə hardan başladı və bu mübarizə haqqında bir kiçik bizimlə bölüşün. Samira xanım, sağ olun. İlk önce sizi salamlayıram. Sağ olun ki bugün buradasınız. Bizim büyük Han Kamandarın ev muzeyiyle tanıştık. Ve bunu daha geniş bizim ictimaiyyətimize çatdırma önümünde böyük işler görürsünüz. Elbette bizim elimizin, obamızın her zaman fərqləndirən bizim böyük saz ustadlarımız olub. Bunlardan biri de bizim Han Kamandarımız idi. Allah rəhmət etsin. Kamandar ustad çox böyük bir töhfə verdi saz sənətinə. Mən hələ uşaq vaxtımdan bunu mənim evimdə də, mənim atam da, bizim ailəmizdə də bu bir, necə deyim, oradan götürdüm ilk öncə. Bu fikirlər məndə ondan yarandı. Sonralar gəldi zaman sazımıza qiymət verənlər daha geniş olduğuna görə, xalqın bir istəyi ilə, əhalinin bir ərizəsi ilə müraciət etdilər. Mən o zamanlar 2016-2020-ci illərdə Gürcüstan parlamentinin deputatı olmuşam. Və o müraciətdən irəli gələrək mən onu bu işə qatıldım və şükürlər olsun Allaha ki, gəldi bu ərsəyə gəldi, Aşıq Kamandarın ev muzeyi yarandı. O zaman həm danışaq, həm də muzeyə doğru addım-addım ataq ki, bu yol hardan başladı və necə davam etdi? Əlbəttə, bilirsiniz ki, bizim bölgəmizdə Gürcüstanın Azərbaycanlılar deyəndə bu saz, söz sənəti şairlərimiz, aşıqlarımız yada düşürük ilk öncə. Ona görə ki, bura sazlı sözlü bir xalqdır. Qarapapaq türküləri deyirlər bizlərə və bizim də bu deyərdim ki, bir növ qanımızdaydı. Və bugün də saza sözə geniş bir diqqət var. Aşıqlarımız var, gənc aşıqlarımız, Gürcüstanda fəaliyyət göstərən qadın aşıqlarımız var. Və bugündən yox, çox əvvəllər də qadın aşıqlarımız olub. Siz indi muzeydə onların şəkillərlə də tanış olacaqsınız. Və bu bir istək yaratdı məndə də ki, mənim bir borcumdur. Bir zamanıma düşən bir borcum da əgər bunu edə bilsəm, fikirləşdim ki, bu bizim üçün daha önəmli olacaq. Xalqın tərəfindən də, insanların tərəfindən də çox müsbət qarşılanacaq. Və hətta qeyd edim ki, bu muzey yeganə Gürcüstanda olan rəsmi aşıq muzeyidir və eyni zamanda Gürcüstan muzeylərinin bir hissəsidir rəsmi olaraq. Bəli, ictimaiyyət tərəfindən çox yaxşı qarşılandı. Və hər zaman bu tədbirlərdə bu geniş söyləndi, çox alqışlandı. Ona görə ki, bizim insanlarımız istəyirdi ki, belə bir mərkəz olsun. Mədəniyyətimizin, incə sənətimizin təbliği yönümündə bir mərkəz olsun.
Və bu nəsəyə gələndə də əlbəttə ki, həm bu bölgədən, həm ümumiyyətlə Gürcüstan Azərbaycanlıların içərisində çox geniş şəkildə müsbət qarşılandı. Və bu təbii ki, qarşılanmalı idi da. Ona görə ki, Aşıq Kəmandar nəinki Gürcüstanda, bütün Türk dünyasında, İranda, mən olmuşam şəxsən İrandakı səfərlərimdə orada söyləyiblər Aşıq Kəmandarı Xan Kəmandar. Belə bir eşitmişəm onların dilindən. Türkiyədə, Azərbaycanda. Və ən önəmlisi də bizim üçün xoş idi ki, Aşıq Kəmandar Gürcüstanlıdır, Gürcüstan Azərbaycanlısıdır və bizim buranın, bu torpağın yetişdirdiyi bir şəxsiyyətidir. Əlbəttə ki, ümumiyyətlə Borçalı aşıq sənəti təbii ki, özünün unikallığı ilə fərqlənir. Başqa aşıq dünyasının deyək ki, sənətkarlarından, stilindən və həmişə ayrıca vurğulanır Borçalı aşıq məktəbi. Və Borçalı aşıq məktəbi deyəndə təbii ki, ilk həmişə ağla gələn Xan Kəmandar, Aşıq Əmrah, Hüseyn Saracılı və digər bizim gözəl ustadlar, hansılar ki, artıq öz imzasını qoyublar və bizim üçün bir deyək ki, dəyər və bir necə deyim, fərəh mənbəyidir. Bəli, bəli. Əlbəttə Gürcüstan saz sənətində çox böyük xarifi ustadlarımız vardı. Allah keçənlərə rəhmət etsin. Siz söylədiniz, Hüseyn Saraçlı, Aşıq Əmrah, Xındı Məmməd, Nurəddin Qasımlı və çoxlu sayda hörmətli saz sənətini zirvəyə qaldıran ustadlarımız olub. Və bunlardan biri də Aşıq Kəmandar olub təbii ki. Və biz bu sənətin dəstəyində olmamızın səbəbi də o idi ki, bu sənət itməsin. Bildiyimiz kimi bir xalqın folkloru onun üçün, onun gələcəyə bir açılan qapılarıdır. Biz artıq, bizim üçün deyək ki, bir müqəddəs yerə artıq addım atırıq. Yəni, çünki ona görə müqəddəs deyirəm ki, həmin şəxs öz prinsipiallığı ilə, öz dəyəri ilə, öz arxivi ilə bizə çox böyük bir irs qoyub və təbii ki, çox xoşdur bugün burada olmaq, o şəxsiyyətin dolaşdığı, gəzdiyi yerdə addımlamaq və eyni zamanda ailəsi ilə tanış olacaq, onun xoş xatirələrini bizim icma üçün çatdıracağıq. Eləcə indiki nəsil üçün, o nəsil üçün ki, o deyək ki, vaxtı çatmadı, ya gec doğuldu və bu insanlar şəxsən tanımadı və mən özüm belə və təbii ki, onun xoş xatirələrini eşitmək, onunla bağlı xatirələr bizim üçün olduqca maraqlıdır. Bugün Aşıq Kəmandarın ev muzeyinə gəldik. Salamlayırıq Aşıq Kəmandarın oğlu. Elə sizi burada Aşıq Kəmandar ev muzeyində, Aşıq Kəmandar ocağında görmək çox xoşdur. Xoş gəlmişsiniz Ruslan müəllim. Çox sağ olun. Çox sağ olun. Təşəkkür edirəm. Mən də bəri başdan Ruslan müəllimə təşəkkür edirəm. Bu muzeyin ərsəyə gəlməsində, status almasında dayanılmaz əmək olan Ruslan müəllimə və yenə ustadın öz dilindən deyək ki, Aşıq Kəmandarın dilindən deyək ki, Aşıq Kəmandarın məşhur şeirlərinin belə bir bəndi var. Deyir, el aşığı Kəmandaram. Demirəm ki, qocalmaram. 100 il keçsə yenə varam, yaşadacaq ellər məni. Elimizin, bax, bu cür dəyər verən, sənətimizə dəyər verən oğlanları, sizi kimi ziyalıları, hər birinizə təşəkkür edirəm. Bir daha xoş gəlibsiniz. Çox sağ olun. Buyurun. Da bilirsiniz ki, məlumdur, tarixdə də var, Aşıq Kəmandar 1932-ci ildə Kürstü Kəpənəçi kəndində anadan olubdur. Kösalın Atamam orta məktəbini bitirib, Aşıq Kəmandar. Ustad Aşıq Sadıqın ilk dəfə Ustad Aşıq Sadıqın şagirdi olubdur. Təbii ki, irəliləyən dəqiqələrdə də biz muzeydə də onların şəklini görəndə biz onlar o barədə söhbət eləyəcəyik. Büstün hazırlanması deməli 2007-ci ildə biz Aşıq Kəmandarın ev muzeyini yaratdıq. Türk dünyasının böyük şairi Zəlimxan Yaqubun iştirakından qərara gəlindi, məsləhət olundu, bir ev muzeyi yaratdıq. Təbii ki, bu muzey qeyri-rəsmi fəaliyyət göstərdi. Bu müddət ərzində də burada aşıq tədbirləri, şairlərin kitab təqdimatları keçirilirdi. Həmin ərəfədə 2013-cü ildə Aşıq Kəmandarın 12-ci ildə yubileyi keçiriləndən sonra biz 2013-cü ildə Gürcüstan Mədəniyyət Nazirliyinin icazəsindən bu büst hazırlandı və bu büstün açılışı oldu, qoyuldu, açılışı oldu. Açılışda o vaxt Gürcüstanın Mədəniyyət Naziri Quram Odişarya cənabları özü iştirak elədi. Təbii ki, dövlətin rəsmi adamları, eləcə də ziyalılarımız, Azərbaycandan gələn qonaqlarımız iştirak elədi. Büst 2013-cü ildə qoyuldu. 2017-ci ildə
muzeyə dövlət status verdi. Status adını aldı muzey. Ondan sonra 2021-ci ildə Türkiyənin Gürcüstanda TİKA şirkəti var. Yəqin ki, bu barədə məlumatlar genişdir, çoxdur. O vaxt ki, Türkiyənin Gürcüstandakı böyük elçisi Fatıma xanım, Fatıma Ceren Yazqan, yenə bizim dəyərli eloğun Ruslan Alıoğlu'nun şəxsində Aşıq Kəmandar ev muzeyinə ziyarətə gəldi və burada söhbət olundu ki, bu muzeyə əsaslı təmir lazımdır. 2021-ci ildə TİKA şirkəti bu muzeyi əsaslı təmir elədi, Avropa standartlarına uyğun. İndi biz içəri daxil olanda görəcəyik. Biraz əvvəl dediyim kimi, 2007-ci ildə bizim yaratdığımız, ilk addım attığımız muzey bir otaq oldu. Aşıq Kəmandarın öz yaşadığı qonaq otağını biz muzey eləmişdik. 2021-ci ildə muzey təmir olunanda biz qərara gəldik ki, elə yuxarıda özünün yaşadığı, həm qonaq otağı, həm iş otağı, həm özünün şəxsi yatım otağı bütün muzeyə verək. Bu belə də oldu. 21-ci ildə muzey təmir olunandan sonra, buyurun Ruslan müəllim, buyurun. Açılışda, muzeyin açılışında o vaxt Azərbaycanın Mədəniyyət Naziri Anar Kərimov iştirak elədi. Azərbaycanın Gürcüstandakı səfir Fövqəladə Səlahiyyət səfir Fahaq Quliyev, eləcə də Türkiyənin böyük elçisi Fatıma Ceren Yazqan və TİKA-nın başqanı Sərxan Qayalar Ankaradan gəldi bu tədbirdə iştirak eləmək üçün. Gürcüstan Mədəniyyət Nazirinin müavini iştirak elədi. Gürcüstan Muzeylər Direktoru bu tədbirin açılışında iştirak elədi. Eləcə də dövlət rəsmiləri, deputatlar və ziyalılarımız, xalqımız bu tədbirdə çox möhtəşəm bir açılış oldu. Aşıq Kəmandarın öz sazı. Bəli. Sazın neçə yaşı var? Saz 59-cu ildə hazırlanmış sazdır. Bu, həmişə muzeydə görüşlər olanda, ümumiyyətlə, biz qeyd eləməliyik ki, Aşıq Kəmandar ev muzeyində bizim hörmətli professorumuz Mahmud Kemaloğlu'nun, Hacıxalov Mahmudun çox böyük əməyi var. Yəni yazılar haqqında kitab da yazıbdır. Mahmud Kemaloğlu saz haqqında məlumat verəndə deyir ki, Koroğlu nə tər qıratından, Misir qılıncından məşhur olubdur. Aşıq Kəmandar da bu sazından məşhur olubdur. Bəli, Aşıq Kəmandarın öz sazıdır. Özünün, təbii ki, başqa sazları olubdur. Ancaq özünün tavar sazı ilə budur. Əsas sazı budur. Əsas sazı budur. Aşıq Kəmandardan sonra bu saz kökləndi mi? Bəli, bu saz kökləndi. Aşıq Kəmandar dünyasını dəyişəndən sonra 6 il... Daha doğrusu bu sazı çalmağa layiq kim var idi? Bəli, elə kökləndi. Bir mənada da o da deməkdir, bəli. 2006-cı ilə qədər Aşıq Kəmandarın sazı demək olar ki, öz otağından çıxmadı. Mən hər dəfə Aşıq Kəmandarın sazına baxanda, həmişə tədbirləri görəndə, elə bil ki, belə deyim, daha səmimi deyim, elə bir içimdən ağrılar keçirdi ki, Aşıq Kəmandarın sazını dindirəcək mənim üçün niyə bir zaman mı, bir şəxs, bir sənətkar yoxdur. Mən demirəm ki, o sazı dindirəcək Azərbaycanda da, Borçalıda da, amma mənə uyğun olaraq, ruhunuza oxşayır. Ruhunu da bəli. Və qismətdən elə oldu ki, Aşıq Ramin Qarayev 2006-cı ildə SMTV televiziyasından müsabiqədə olan vaxtı mən televiziyadan onu tanıdım. Həmin ildə Marnur rayonunda 25 yaşına qədər gənc aşıqların müsabiqəsi təşkil olunmuşdu. Raminlə orada tanış oldum. Raminin iş dünyasını da yoxladım ki, elə Aşıq Kəmandara yaxın ruhdadır. Gözəl barmaqları, gözəl səsi var. Həm də dəyərli bir insandır. Bəli, insanlığı və əlbəttə iş dünyasını mən ona görə yoxladım. Hal-hazırda Xəzər Universitetində dərs deyir, onu da bitirir. Bəli, İncəsənət Universitetini bitiribdir. Hal-hazırda Xəzər Universitetində müəllim işləyir. Yəni, mən sazın çalınmaq etibarını Raminə etibar elədim. Elə də Ramin 2007-ci ildə
Lider televiziyasında keçirilən gənc aşıqların müsabiqəsində Aşıq Kəmandarın sazınla sona qədər orada çıxış elədi. Layiqli yerlərdən də birini tutdu. Bu o demək deyildi ki, mən Aşıq Kəmandarın sazını Raminə hədiyyə vermişdim. Xeyr, ancaq çalınmaq etibarını vermişdim. Elə o vaxtdan da saz məclislərdə də dindi, şənliklərdə də dindi, televiziyalarda da dindi Raminin şəxsində. Və Ramin bu sazı, Aşıq Kəmandarın sazını səhv eləmirəmsə da 2009-cu il idi, 2008-2009 bu illər idi. Fransanın Louvre muzeyində dilləndirdi bu sazı. Nə gözəl. Bəli, o Mehriban xanım Əliyevanın təşəbbüsündən aşıq sənəti UNESCO-ya daxil olan vaxtı 4 nəfər Azərbaycandan aşıq getmişdi, orada iştirak eləmək üçün. Onlardan biri də Aşıq Ramin idi. Məhz bu sazla Ramin orada çıxış Deməli, bu eləmişdi. sazın köklənməsi həm bizim icmamız üçün, həm Ramin bəy üçün nə qədər böyük bir uğur gətirib. Yeni bir tarix yazıbsınız. Buradakı bu əlyazmalar... Bəli, Aşıq Kəmandarın özünün əlyazmalarıdır. Bəli. Bunlar əlyazmalardır Aşıq Bu Kəmandarın. yazdıqları şeirlərdir, əsərlərdir, məktublardır. Əsasən nələrdir? Hətta tarixləri də var. Əsas burada, yəni bu əlyazmalar, bunların hamısı kitabda, kitab şəklində çıxıbdır, kitabları Bəli. var. Burada görünən bu şəkillər, təbii ki, bu Aşıq Kəmandarın 80 illik yubileyi ilə bağlı afişadır. Bu şəkillər 99-cu ildə o vaxt Cənab Şevernadzenin dövründə Aşıq Kəmandar Şərəf ordenindən, Şöhrət ordenindən təqdim olundu və o təqdimat mərasimidir, məqamıdır, bu şəkillər odur. Burada yenə 65 illik yubileyi ilə bağlı olan bir afişdir. Burada medallarıdır, aldığı medallardır. Yenə burada sənət dostlarından bərabərdir. Burada öz dostlarından Sənət dostları kimlərdir deyə Burada bilərsiniz? məsələn tanıdıqlarımızdan deyim sizə, Aşıq Əmrah Gülməmmədovdur. Nə Mən o gözəl. şəcərəni orada sizə göstərəcəm. Bəli. Oradan Aşıq nədirdir? Aşıq Aslandır, Aşıq Nurəddin Qasımlıdır, Aşıq Əhməd Sadaqlıdır. Burada da yenə öz dostlarıdır. Bu Məmməd Aslandır, böyük şairimiz. Bəli. Məmməd Aslandır. Zəlimxan Yaqubu yəqin ki, tanıdınız. Əlbəttə. Xalq şairi Zəlimxan Yaqubdur və digər dostlarıdır. Ümumiyyətlə Aşıq Kəmandara çox gözəl sazının eyni zamanda bu da şahidi olduq. Ümumiyyətlə Aşıq Kəmandarın şəkillərinə baxanda onun bir siması, imici insanda həqiqətən yəni duruşu sanki bu sənət üçün yaranmış bir insan deyək surət verir bizə. Bəli, burada da yenə konsert vaxtı olan afişasıdır. Yenə burada Ustadı Sadıq Sultanovdur, Aşıq Hüseyn Saraslıdır. Bu il təbii ki, yəqin məlumatınız var. Bəli. Bu il Ustadın 110 illiyidir. Bu tərəfə keçəndə burada bir üçlük var. Kaman, tar, nağara, qaval. Əslində qaval olmalı idi. Qarmon da ona görə burada yer alıb ki, Aşıq Kəmandar gəncliyində qarmon da ifa edibdir. Qarmon da çalıbdır. Və elə məclislər olub ki, nişan məclisləri mənim özümün yadımdadır. Nişan toy məclislərini hətta qarmonla keçiribdir. Həm qarmondan istifadə edirdi, həm də sazdan istifadə edirdi. Təbii ki. Bunun bir məclisdə aşıq kimi çalıb oxumağı, nişan məclislərdə bilirsiniz, o vaxtlar sizdən o qədər də böyük olmazdı. Bir də çal oynasını var, bax, belə bir şeylər. O vaxtlar qarmonu çalar. Elə onun xatirəsindən danışmışkən, siz bir evladı kimi, onun bizə, icmamıza nə kimi xoş xatirələrindən danışa bilərsiniz? Necə yadınızda qalıb o insan? Günlük münasibəti necə idi? Sənətlə bağlı hansı formada yazardı bəlkə əsərlərini? Vallahi, mən belə deyim ki, yəqin ki, hər bir övlad atasını həmişə dahi görər, güclü görər. Heç kəs də bir övlad atasından narazılığını mən təsəvvür eləyə bilmərəm. Mən burada Aşıq Kəmandarın evində, ocağında böyüdüyüm üçün xoşbəxt evladam ona görə ki, mən kimləri görməmişəm burada. Böyük üstadlarımız, mən öz gördüklərimi deyirəm. Görmədiklərim, məndən əvvəl olanları yox. Məsələn, biraz əvvəl adını çəkdiyimiz Ustad Hüseyn Saraslı, Dədə Əmrah, üstadlarımızdan Məhəmməd Sadaqlı, Əhməd Sadaqlı, üzü belə gələndə böyük üstadımız Nurəddin Qasımlı,
Kürüstü kəpənəkçidən öz kəndimizdən ustadın şagirdi olub, ustad adını almış Aşıq Sayyad kəpənəkçi. Belə adlayarsan Aşıq Ziyəddin. Qarayazı mahalına keçəndə Aşıq Alxan Qarayazılı, Aşıq Aslan Kösalı və həmi şairiyində dünyaya səs salan Zəlimxan Yaqub sənəti o ustadlardan da az bilmirdi. Həmişə deyirdi ki, mən 3 böyük dahidən dərs almışam. Hüseyin Saraslı, Dədə Əmrah Xankəmandar. Mən onların yetirməsiyəm deyirdi bu sənətdə. Və o cürdə Zəlimxan Yaqub, yəni bunların mən bu Aşıqkəmandar arasında bunların bircə yığını alıb oturub söhbətlərinin, sənətlə bağlı müzakirələrinin, gələcək planlarının şahid olmuşam. Həmin vaxtda onların söhbətində orada nə aşıqlar bir katibə lazımdı idi, nə aşıqlar bir sədr lazımdı idi. Bu ustadlar özləri hər şeyi idarə edirdilər. Bu da Aşıqkəmandarın özünün istifadə elədiyi, sağlığında geyindiyi aşıq libasıdır. Amma burada həmişə biz bunu qeyd edirik, Mahmud müəllim də eyni zamanda göründüyü kimi Aşıqkəmandar bədənli adam olubdur. Amma bu manikendir. Əlbəttə, sadəcə bir formada. Aşıqkəmandardır. Aşıqkəmandarın birinci ustadı Aşıq Sadıq Sultanovdur. Aşıq Sadığın ustadı Aşıq Alı Dərəçiçəhəlidir. Aşıq Alı Dərəçiçəhəlinin ustadı Aşıq Dərəyazılı Cəlildir. Aşıqkəmandarın ikinci ustadı Aşıq Əmrahdır. Aşıq Əmrahın ustadı Aşıq Məsim. Aşıq Məsimin ustadı Aşıq Dollu Əbzərdir. Və sonunda ad deyir, keçir aşağıda Aşıqkəmandarın şagirdləri. Bura Aşıqkəmandarın iş otağı idi. Yəni gündəlik fəaliyyət göstərdi. Bəli, Aşıqkəmandarın iş otağı idi. Aşıqkəmandar sizə olduğu kimi belə deyim ki, burada stol öz yerində. Yerdə bir gəb olardı. Gəbənin yanının üstündə mütəkkə. Aşıqkəmandarın ətrafı kitab, dəftər hamısında mütaliə eləyirdi. Təbii ki, toylardan gələndə, məsələn, o vaxt aşı təhlədə daha çox olardı. Aşıqkəmandar. Təhlə cəmaatında da belə bir şey var idi. Toylar başlayanda Aşıqkəmandarı 3 ayla buraxmazdılar. Əvvəlcədən, bəli. Təhlədə çox, təhlədə böyük ustadlar, Sadıq Sultanovdan Azərbaycanın digər ustadları təhlə məclislərində olubdur. Onlar aşıq sənətini çox kamil bilənlər olubdur. Əgər Aşıqkəmandar təhlədə hansısa bir söz istəyiblərsə da, bilmirəm söhbəti olmayıbdır. Buna görə də deyirdi, mən mütaliəmi eləməliyəm. Buradakı bu əşyalar... Burada əşyalar, bələ. Bu əşyalar haqqında danışaq. Bir növ deyək ki, burada əşyalar... İndi burada elə bir... Məsələn, fotoaparat ona görə qoyulub ki, bu fotoaparatlar özü demirəm, hər sahədə maraqlı adam idi. Bəli. Özü şəkil çəkərdi. O vaxtda indiki, təbii ki, indiki texnika yox idi. Bəli. Onun, Ruslan müəllim, ayrıca su olurdu, suyunu hazırlayırdılar, gecə çıxardılmalı idi, lent yanmamalı idi. Yəni, bunların hamısını Aşıqkəmandarın özü eləyirdi. Həm ov həvəskarı idi, həm bax, belə şəkillər çəkərdi. Buradakı gördüyümüz bu şəkillər Borçalı aşıqlarının müəyyən bir hissəsinin şəkilidir. Standarta uyğun olaraq sayla bu şəkili buraya yerləşdirdilər. Hətta doğum illərinə görə. Bəli. Sayla buraya yerləşdirdilər. Burada 6 hissədən ibarət lövhədə hansı ki, şəkilləri olmayan, burada olmayan adlar, bütün aşıqların adları buraya yerləşdirilibdir. Hər bir sənətkarın həyatında təbii ki, maraqlı əhvalatlar olubdur. Deməli, o vaxtı Aşıqkəmandar Tiflis şəhərində yaşayan dostu Şəxəli kişiyə xrom çəkmə sifariş vermək üçün Tiflis şəhərinə gedir, Şəxəli kişinin evinə. Aşıqkəmandarı çox xoş qarşılayan Şəxəli kişi dostuna layıq hörmət eləyir və deyir ki, 10 günə çəkmə hazırdır, xrom çəkmə. Aşıqkəmandar əli boş qayıdır. Çəkmə hazır olmadığından. Deyilən vaxtda gedəndən sonra. Bu mənzərə bir iki dəfə təkrarlanır. Sonra bir müddət keçəndən sonra Tiflisdə bir toy məclisində olan Aşıqkəmandar görür ki, Şəxəli kişi məclisdə bir tərəfdə əyləşibdir. Həmişə harda olanda gəlib Aşıqkəmandarla görüşən Şəxəli kişinin utandığından gəlib görüşmədiyini Aşıqkəmandar
başa düşür və bir bayatı deyir. Mən aşıq çəkmə işi, car çəkib çəkmə işi, çəkməçi qol qoymasa düzəlməz çəkmə işi. Çəkmə sözünü eşidən Şaxali kişi dönür aşıq kamanlara baxır ki, yəqin mənim məclisdə görüb deyir. Görür, yox, aşıq öz işindədir. Deyir, yəqin təsadüfən dedi. Aşıq kamanlar da baxıb görür ki, Şaxali kişi də öz işindədir. Odur ki, növbəti bayatlı deyir. Deyir, mən aşıq çəkməsinə, gərdən çəkməsinə, aşığın var papağı fikir ver çəkməsinə. Yenə çəkmə sözünü eşidən Şaxali kişi deyir ki, bu qədər də təsadüf olmaz. Yəqin aşıq kamanlar məni məclisdə görüb ona görə deyir. Dönüb baxır, görür, yox, aşıq kamanlar öz işindədir. Şaxali kişi fikrini təsdiqləmək, dəqiqləşdirməkdən ötürü məclisdə bir yerdə oturduğu dostlarından, yoldaşlardan icazə istəyir ki, çölə çıxım, gəlirəm. Bu məqamda aşıq kamanlar görür ki, Şaxali kişi məclisi tərk edib gedir. Aşıq kamanlarla görüşməmiş. Odur ki, tutur üzünü Şaxali kişiyə. Deyir, Şaxali kişi, mən aşıq, mən gələmə, mən gələni, mən gələmə, sən Allah çəkmə işi düzəlsin, mən gələnə. Odur ki, Şaxali kişi qayıdır, aşıq kamanlarla görüşür, deyir, üstad, valla, xəcalətimlə gəlib görüşə bilmədim, 10 günə çəkmə özüm gətirib gələcəm və bu belə də oldu. Sizə bir daha, Samira xanım, təşəkkür edirəm ki, siz bizim milli dəyərlərimizi belə işıqlandırırsınız, həmişə dəyər veribsiniz. Siz buraya gəlməmişdən əvvəl də ustadlarımız haqqında, elə aşıq kamanlar haqqında da sizin paylaşdığınız o yazılara biz rast gəlmişik. Bir daha minnətdaram, təşəkkür edirəm. Bizim çox təşəkkür edirəm. İcma platformasının təbii ki, əsas məqsədi Gürcüstan Azərbaycanlıların bizim Borçalı bölgəsinin mədəniyyətini, folklorunu yaşatmaq, dəyər vermək və onu göstərmək ki, biz nə qədər müasir olsaq belə, nə qədər cəhd etsək müasirliyə, ancaq bizi keçmişimizə, böyük bir keçmişimizə, dəyərli keçmişimizə bağlayan bir xətlər var və hətta qeyd etmək istəyirəm ki, İcma platformasının məhz loqosu da saz üzərində qoyulub. Çünki bura həmişə tanınıb saz, söz eli kimi, dünyası kimi və təbii ki, bu da ideya oradan gəlir ki, bizim dəyərli insanlarımız olub. Necə ki, bugün gəlmişik Xan Kamandarın evinə və Borçalı deyəndə həmişə xatırlanır necə bir saz söz məclisi kimi. Təbii ki, biz əgər icma adından danışırıqsa da mümkün deyildi ki, orada biz bunu vurğulamayaq və yeni nəslin də istəyirik ki, yaddaşında bu cür qalsın və öz dəyərlərini qorusunlar, öz keçmişlərinə hörmət etsinlər. Saz çox böyük bir mədəniyyətdir. Biz sizə təşəkkür edirik. Bugün gördüğünüz çok önemli bir işi. Bizim milli değerlerimizi, milli musikimizi, medeniyetimizi geniş auditoriyaya çaktırdığımız için elbette bir auditoriya ki onu normal şekilde çaktırılmasa da yavaş yavaş tip gidebilir. Bu korku yaranabilir. Tehlike. Ona göre burada gördüğümüz bütün eksponatlar da, şekiller de onu təsdiq edir ki, Gürcüstan Azərbaycanlıları həmişə özünün hörmətli şəxsiyyətlərindən seçilib, özünün ziyalılarından, musiqi sənətinin korifey ustadlarından seçilib. Və bu da bizim gələcəyimizə, inşallah gələcək nəslə daha yeni gənclər, daha yeni güclü bu sahəyi tutan gənclər gətirəcək. İnşallah. Bir daha sizə minnətdaram. Çox sağ olun, təşəkkürlər. Var olun. Xan Kamandarın öz iş otağında dahi ustadlarla birlikdə apardığı bu gözəl müzakirə otağında bizim buraxılışımızı tamamlayırıq. Təbii ki, Kamandar ocağında olasan və Kamandardan bir misra deməyəsən. Və ona görə də buraxılışımızı məhz Kamandarın şeiri ilə tamamlayacağam. Aşıq kamandaram dedim hər zaman, sazın hikmətini nadandı danam. Gecələr yuxusu gözündə yanan, analar laylası telli sazdadır.